Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram əziz izləyicilər. Gününüz xeyirli olsun inşallah. Əqaid mövzusunda peyğəmbərlərin xüsusiyyətləri barəsində müzakirə edirdik. Ötən bəhsimizdə peyğəmbərlərin məsum olması və eyni zamanda ismətin mənası barəsində və peyğəmbərlər hansı məqamda, hansı mərhələdə məsum ola bilər bu barədə Şiə və digər məzhəblərin baxışı nədir? Qısa olaraq siz əzizlərlə müzakirə etdik və bu sualı ünvanladıq ki, peyğəmbərlər nəyə görə məsumdur? Yəni, ismətin mənşəyi nədir və bizim dəlilimiz nədən ibarətdir ki, bütün peyğəmbərlər məsumdurlar? İsmətin mənşəyi barəsində müxtəlif baxışlar mövcuddur. Əgər yadınızdadırsa, biz ismətin bir tərifini dedik ki, ismət Allahın lütfüdür. Ona görə bəziləri deyiblər ki, ismətin mənşəyi Allahın xüsusi lütfü məsum şəxsə yönəlmişdir. Yəni, Allah Teala həmən şəxsə şəxsi olaraq, xüsusi olaraq lütf edir və onu günahlardan çəkindirir. Bəziləri ismətin mənşəyi barəsində buyurmuşlar ki, məsumun günahların nəticələri və itaətin mükafatları barədə xüsusi elmi var. Yəni, məsum şəxs niyə görə məsumdur? O bilir Allaha itaətsizliyin nəticəsi nədir? O bilir, əgər bu günahı etsə onu nə gözləyir? Yəni, ismətin mənşəyi burada nədir? Elmdir. Və yaxud o bilir Allaha itaət etməyin nəticəsi nədir? Məsələn, mən qısa olaraq rəvayətin məzmununu deyirəm. Bir nəfər gəlir imamın məhzərinə ki, ya imam, siz nəyə görə günah etmirsiniz? O deyir ki, sən heç fikrindən keçibmi? Məsələn, hər hansı bir murdar bir şeyi öz əlvə götürəsən, üzvə yaxasan, o deyir ki, heç vaxt. Deyir, edə bilərsən bunu? Deyir, edərəm, amma qəlbim ona icazə vermir. İmam burada ki, günahların hamısı da bizə belə nisbətdir. Yəni, biz günahlara bu formada baxırıq. Onun mahiyyətini, onun həqiqətini anlayırıq. Ona görə o tərəfə getmirik. Yəni, burada ismətin, məsumun mənşəyi dediyim kimi nədir? Elmdir. Yəni, elm səbəb olur. Buna biz insanlar da görə bilərik. Yəni, biz nə qədər həqiqətən də bir şeyi dərk edirik, o qədər həmən şeyə bizim nəyimiz var? İsmətimiz var. Məsələn, əgər biz bilsək ki, hər hansı bir suyun içərisində zəhər var, onu içərik, yox, o suya qarşı bizim ismətimiz var. Niyə? Çünki bilirik ki, ona nə var? Xətər var. Və digər məsələlər də bunun kimidir. Bəziləri deyirlər ki, məsumun iradəsi və seçimi, yəni o özü şuurlu şəkildə günahdan uzaq durur. Burada artıq məsum şəxsin özü öz iradəsi ilə günahın həqiqətindən xəbərdar olduğu üçün günahdan uzaq olur. Hər bir halda Əllamə Hilli lütfün barəsində, yəni məsum olmaqlığın, ismətin lütf olması barəsində belə deyir ki, Allahın bu xüsusi lütfünün 4 əsas səbəbini biz deyə bilərik. Birinci budur ki, nəfsi və ya cismani xüsusiyyət. Niyə Allah Teala bu şəxslərə bu lütfü edir? Onun nəfsi və cismani xüsusiyyəti var. Məsumun ruhunda və ya bədənində elə bir xüsusiyyət var ki, onu günahdan çəkinməyi sövq edən sabit bir mələkə yaradır. Yəni, o həm nəfsani olaraq, həm də cismani olaraq günaha tərəf getmir. Günahların fəsadları və itaətin salları barəsində elmi var. Dediyimiz kimi, yəni artıq bilir günahlar hansı fəsada sahibdir və eyni zamanda itaətin savabı nədir? Üçüncü, vəhy və ilham tərəfindən hər hansı bir günah və xətadan amanda qalır. Yəni, hər hansı bir işdə əgər səhv etmə ehtimalı varsa, Allah vəhy edərək onu çəkindirir və yaxud ilham edərək ona çəkindirir. Dördüncü, Allahın cəzasına diqqət. Məsum hətta vacib olmayan, amma daha üstün olan əməli, yəni tərk əvlanı belə Allahın mümkün hesab sorğusu olduğu üçün onu da etməz. Yəni, hətta tərk-i övladı belə etməz. Niyə görə? Çünki Allahın cəzasına diqqət edir. Məsələn, biz bunu özümüzə də görə bilərik. Görürük ki, filan yerə cəza qurulub,
hər hansı bir burada mən bu işi görsəm cərimələnəcəm, o həmən işi etmirəm. Bu cəzaya diqqət özü məni o işdən nə edir? Məsum edir, həmən işdən çəkindirir. Hər bir halda bu ismətin mənşəyi barəsindədir. Və dediyim kimi bu barədə 12 imamçı şiələrin nəzəri budur ki, ismət Allah tərəfindən göndərilmiş bir lütfdür və eyni zamanda bu məsum şəxs onu öz elmi ilə dərk edir. Bu nəzəri daha çox mütəkəllimlər qəbul edir. Bəs yaxşı, biz nəyə əsasən deyirik ki, peyğəmbərlər məsumdur? Bu, onların ismətinin mənşəyi barəsindədir. Amma bizim dəlilimiz nədir? Nəyə əsasən deyirik ki, bütün peyğəmbərlər həyatlarının hər bir mərhələsində məsum olmalıdırlar? Bu barədə bizim 2 dəstə dəlilimiz var. Onların birinə əqli dəlillər deyilir, yəni rasional dəlillər deyilir. İkinciyə də nəqli dəlillər deyilir. Yəni dini mənbələrə əsaslanan, Quran və hədislərə əsaslanan dəlillər deyilir. İlk olaraq əqli dəlillərdən biri etimad dəlili adlanır. Etimad dəlilinin mahiyyəti, məzmunu bundan ibarətdir ki, əgər fərz edək ki, biz peyğəmbərlər məsum deyil, günah iş görür, xəta edir. Sual, insanlar onlara etimad edəcəkmi yoxsa yox? Bunun kiçik nümunəsi budur ki, sən gedirsən bir insanın yanına, görürsən ki, o sənə bir dəfə dediklərini yerinə yetirir, amma bir dəfə səni aldadır və yaxud işində xəta edir. Sən digər dəfələrdə ona hər hansı bir iş üçün müraciət edəcəksən, təbii olaraq xeyr. Əgər insanlar görsə ki, peyğəmbər bu işi düzdədir, amma o işdə səhv etdi, bu dəfələrlə təkrar olsa, insanların ona etimadı artıq aradan gedəcək. Aradan getsə nəticə nə olacaq? O peyğəmbər ki, göndərilmişdi ki, bunları özünə tabi etsin və Allaha tərəf aparsın, artıq bu hasil olmayacaq. Demək, bu məsələnin hasil olması üçün, yəni insanların peyğəmbərlərə etimad etməsi üçün bu şəxslər nə olmalıdır? Məsum olmalıdır. Bu birinci dəlildir. Qısa olaraq mən dedim, siz özünüz üzərində inşallah bunu düşünün. İkincisi, nəqzi qərəz adlanır. Bu dəlilin mahiyyəti bundan ibarətdir ki, Allahın peyğəmbərləri göndərməkdə məqsədi bundan ibarətdir ki, öz sözünü, öz buyurduqlarını bu peyğəmbər vasitəsilə çatdırsın. Bu birincidir. İkinci, əgər bu peyğəmbər Allahın göstərişlərini çatdırarkən xəta edərsə, günah edərsə, yəni məsum olmarsa, Allahın bu missiyası və Allahın bu qərəzi, Allahın bu hədəfi hasil olmaz. Allah heç vaxtı öz hədəfini, öz çatdırmaq istədiyini naqis etməz. Demək, Allah bu göndərdiyi şəxsi məsum etməlidir və eyni zamanda bu şəxs də Allahın missiyasını öz üzərinə götürürsə, məsum olmalıdır. Olmasa nə olacaq? Allahın qərəzi hasil olmayacaq, Allahın hədəfi hasil olmayacaq. Yenə kiçik bir misal. Siz hər hansı bir iş üçün müəyyən bir şəxsi vəkil tutursunuz ki, sən bu işi gör. Əgər bu vəkil xətakar olarsa, sizin işiniz yarımçıq qalacaq. Yəni sizin işiniz hasil olmayacaq. Və eyni zamanda sonra o insanlar gəlib deyəndə ki, məsələn, niyə görə sən sözü bizə çatdırmadın və s. sən onlara cəza verə bilməyəcəksən. Yəni Allah əgər bu peyğəmbərləri xətakar etsəydi, məsum olmasaydı, biz hamımız deyərdik ki, sən göndərdiyin bir peyğəmbərə biz etimad etmədik ki və eyni zamanda biz bilmədik ki, o düz deyir, yoxsa yanlış. Allahın bu qərəzi hasıl olmaz. Bu, əqli dəlillər içərisində önəmli olan dəlillərdir. Mən qısa olaraq məzmun dedim. Amma nəqli dəlillər barəsində, bu barədə Quran-ı Kərimdə bir çox ayələr var. Özünüz müraciət edə bilərsiniz. Məsələn, Mübarək Nisa surəsinin 64, 69, 165-ci ayələr, Ən'am surəsinin 90-cı ayəsi, eyni zamanda Kəhf surəsinin 17-ci ayəsi. Məsələn, Kəhf surəsinin 17-ci ayəsində Allah buyurur ki, hər kəsi Allah hidayət etsə, o doğrudan da hidayət olunmuşdur. Peyğəmbər Allahın hidayət etdiyi şəxsdir. Hidayət yolunda olan şəxs, yəni xətadan, günahdan
məsum olan bir şəxsdir. Yəni bu ayə onu göstərir ki, əgər bir şəxs Allahın hidayət etdiyidirsə, o həqiqətən də hidayət olunmuşdur. Həqiqətən də hidayət olunmuşdur, yəni nə? Yəni heç bir formada səhv və xəta etməz. Hədislərdə də bu barədə bir çox dəlillər var. Məsələn, İmam Baqir Əleyhisselam buyurur ki, peyğəmbərlər günah etməzlər. Onlar hamısı pak və ismət sahibidirlər. Kiçik və böyük heç bir günaha yol verməzlər. Bu barədə çox saylı kitablar var, edə bilərsiniz, müraciət edəsiniz. Nəticə olaraq həm ağıl deyir ki, peyğəmbərlər məsum olmalıdır, həm Quran və həm də mötəbər hədislər. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.